Salam dəyərli şagirdlər, bugün sizinlə 23 noyabr güvən nəşriyyat sınav 5 coğrafiya suallarının 9-cu sinif 3-cü qrup suallarının izahına baxırıq. Doğru bəndi müəyyən edin. Deməli, mərmər əhəng daşı çevrilmiş metamorfik süxurdur. Bu doğru fikirdir. Qranit çökmə mənşəlidir, xeyr, maqmatik mənşəlidir. Daş kömür qum daşından çevrilmiş metamorfik süxurdur. Bu yanlış fikirdir. Qneis bitki və heyvan qalıqlarının xeyr metamorfikləşmiş süxurdur. Kvarsit maqmatik süxur deyil. Doğru cavabımız A variantı. Şimali Amerikada yerləşən vulkanlardan deyil, Vezuvi vulkanıdır. Çünki bu İtaliyada yerləşir. Digər 4 vulkan isə Şimali Amerikada yerləşir. Deməli, yuxarıda verilmiş xətti miqyas əsasən xəritədə 70 dərəcəlik şərq uzunluğu üzrə 10 şimal enli və 10 cənub en dairəsi arasında məsafənin neçə santimetr olduğunu müəyyən edin. Bu bizim ekvator xətti və 70 dərəcə şərqdə 10 şimal və 10 cənub biraz səliqəsiz oldu, amma olsun, eyb yox. Bunlar arasında həqiqi məsafəni tapanda 10 şimal və 10 cənub en dairəsini toplayırıq əks yarımşərdə olduğuna görə. Bunların cəmi olacaq 20 dərəcə. 1 dərəcə meridian qövsü boyu vursaq, bu da olacaq 2220 kilometr. Biz 2220 bizim həqiqi məsafəmizdir, miqyasın kəmiyyəti 50 kilometrdir. 2220-ni də deməli yuxarıdan yazaq. 2220-ni də 50-yə bölsək, doğru cavabımız olacaq 44,4 santimetr. Doğru cavab Y variantı. Deməli, növbəti suala baxırıq. Altmış sual. Eylervin diaqramının əsasən uyğunluğu müəyyən edin. Deməli, Sakit Okean tavası da Afrika tavası da yalnız okean yerqabına marşır. Yalnız okean yerqabıdırsa Sakit Okean Litosfer tavasından söhbət gedir. Həm materik, həm də okean yerqabına marşdır. Afrika Litosfer tavasından söhbət gedir. Böyük Litosfer tavasıdır. Hər ikisi də ortaq cəhət götürürük. Və Ərəbistan tavası ilə həmsərhəddir. Ərəbistan tavası ilə həmsərhəddir. Yalnız Afrika Ərəbistan Litosfer tavası ilə həmsərhəddir. Doğru cavabımız olacaq D variantı. Aha, 60, yuxarıda sual daha qalıb, yuxarıda sualımız qalıb. Deməli, cənubi 65-ci sualda cənub və şərq olmaqla iki yarımkürədə yerləşən materik. Cənub və şərq. Şimali Amerika şimaldadır. Cənubi Amerika 3 yarımkürədədir. Qərb, şimal, cənub. Afrika 4 yarımkürədə, Antarktida 3 yarımkürədədir. Bizdə isə cənub və şərq soruşulan görə söhbət Avstraliyadan gedir. Mantia qatı ilə tam əhatə olunmuşdur yer qabığı. Məlum məsələdir. Şimali Amerika materikinin Avstraliyadan fərqləndirən xüsusiyyətlər. Qütb və gecə gündüzləri müşahidə olunur. Elə doğru cavab bu da. Avstraliyada olunmur. Günəş sistemində olma prosesi baş verir hər ikisində. Sahələri sakit okean suları yuyur hər ikisində. 2 yarımkürədə yerləşir hər ikisi də. Ərazisində ovalıq və yaylalar var hər ikisində. Deməli, baxırıq növbəti sual. Deməli, 68-ci sualda xəritə çıxmasından yerin öz ox ətrafında fırlanma sürətinin daha böyük olduğu nöqtəyə müəyyən edin. Ümumiyyətlə, yerin öz ox ətrafında fırlanma sürəti daha böyükdür ekvator boyu ərazilərdə. Ekvatora yaxın ərazilər. Doğru cavab D variantı. Keçirik növbəti suala. Mülayim işıqlanma qurşağında yerləşən coğrafi enliklər. Mülayim işıqlanma qurşağında yerləşən coğrafi enliklər deyirsə, tropiklərdən kənarda, yəni 23,5 şimal en dairəsindən şimalda və 66,5 şimal en dairələr arasında. Biz də baxırıq, bu enliklərə düşür. 26 şimal en dairəsi, 58 cənub en dairəsi və 39 cənub en dairəsi. Doğru cavab 1, 4, 5, C variantı. Sönmüş vulkanları müəyyən edin. Etna fəaliyyətdə olan vulkandır, Fudziyama fəaliyyətdə olan vulkandır, Taxamulko fəaliyyətdə olan vulkandır, Popocatépetl fəaliyyətdə olan vulkandır. Qaldı burada Dəmavand İranda yerləşir, sönmüş vulkan hesab olunur. Kəsmə yüksəkliyi 20 metr olarsa, A nöqtəsi mütləq hündürlüyü müəyyən edir. Təpə nöqtəsinə baxırıq, 413 metrdir. 413-dən kiçik kəsmə yüksəkliyinə bölünən ilk tam qalıqsız ədəd. Məlum məsələdə 400-dür. Demək, daxili horizontalın qiyməti neçə olacaq? Daxili horizontalın qiyməti oldu 400 metr. Bizdən də soruşur A nöqtəsi.
Deməli, A nöqtəsinə qədər 20 metr azaltsaq, doğru cavab olacaq 320 metr. Sonra keçək növbəti suala. Planda miqyassız şərti işarələr təsvir olunmur. Sadə bir sualdır. Miqyassız. Deməli, tək ağac miqyassızdır, metal körpü miqyassızdır. Bu da su dəyirmanı da, market də, meyvə bağısı sahəvi, yəni konturlu şərt işarələrinə istifadə olunur. Növbəti suala baxırıq. Hansı təsvir üsulu ilə tematik xəritələrdə coğrafi obyektlərin ərazi üzrə yayılmasını, eləcə də onların kəmiyyət göstəriciləri verilir? Bu da nəzəri bir sualdır. Söhbət nöqtələr üsulundan gedir təbii ki. A materiki, materiklər arasında ən gec kəşf olunan materik. Bax, ən gec sözü varsa, söhbət Antarktidadan gedir. Burada bütün meridianlar keçir və onlar, yəni qütbdə yerləşdiyinə görə bütün meridianlar qütblərdə kəsişir, Antarktida materikində yəni. Və sahəsinə görə yalnız bir materikdən böyükdür, o da yəni Avstraliya materikindən yəni. İndi söhbət Antarktidadan gedir. Üfüqün hansı cəhətin azimutu şərq istiqamətin azimutundan, deməli, şərq istiqamətin azimutu daha kiçikdir. Cənub 180-dir. Şimal-şərq 45-dir. Şimal-qərb 315-dir. Cənub-şərq 135-dir. Cənub-qərb 225-dir. Deməli, hansı oldu? Üfüqün hansı cəhətin azimutu şərq istiqamətin azimutundan daha kiçikdir. Məlum məsələdir, 45 dərəcə azimut, yəni şimal-şərq. Şərq 90 dərəcədir, 45 isə ən kiçikdir. Növbəti suala baxırıq. 76. Müqəddəs Yelen adası hansı tavaların divergent sərhəddində yerləşir? Müqəddəs Yelen Atlantik okeanında yerləşir, Orta Atlantik silsiləsində. Bu da düşəcək Cənubi Amerikanın Afrika təsvir tavasının sərhəddinə. Növbəti suallara keçirik. Xəritələrdə eyni hündürlüyə malik nöqtələri birləşdirən əyri xəttlər eyni hündürlük deyirsə, söhbət izohipsdən gedir. Qədim Gondvananın tərkibi olmamış, deməli, qədim Gondvananın tərkibi olmamış materik, söhbət əlbəttə ki, Şimali Amerikadan gedir, çünki Lavrasiyanın tərkibində olur. Atmosfer təzyiqini ölçmək üçün istifadə olunan civəli barometri cihazı ilə həm də nəyi təyin etmək olur? Relyefin mütləq hündürlüyünü həm də. Relyefin hündürlüyünü ölçmək üçün həm də civəli barometrdən cihazından da istifadə olunur. Cədvələ əsasən doğru bəndləri müəyyən edin. 23 sentyabrda Günəş ekvator xətti üzərində olur. Bunu bilirik. 70 şərq uzunluğunda Günəş batıb. Xeyr, 70 şərq uzunluğunda Günəş hələ batmayıb. Avstraliyada yaz fəsli başlayır. Bəli, bizdə, yəni şimal yarımkürəsində payız fəsli başlayır. Avstraliyada yaz fəsli başlayır. Bu doğru fikirdir, amma yanlışın altında yazılır. B variantda, səhvdir. 130 qərb uzunluğunda gecə yarısıdır. Bu doğru fikirdir. Niyə? Çünki 50 şərq uzunluğunda günorta vaxtdırsa, onun əksi, 50 dərəcəli meridianın əksi 130 dərəcə qərb uzunluğudur. Bu doğru fikirdir. C variantı. Növbəti suala baxırıq. Xəritə sxemasının subduksiya prosesi zonası müəyyəndir. Yəni, iki tasvir tavasının toqquşmasından söhbət gedir. Yəni, okean tasvir tavası materik tasvir tavasının altına gömülür. Burada deməli, burada 1 yanlışdır, 4 də yanlışdır, 5 platformadır, 2 də platformadır, qaldı burada 3. Doğru cavabımız A variantı. 45 şərq uzunluğa hansı saat qurşağının orta meridianı? Sadə bir məsələdir, məlum məsələdir. 45 bölünür 15-ə, 3 dəfə, 15 içində 45. Deməli, 45 şərq uzunluğa hansı saat qurşağının orta meridianıdır? 3-cü saat qurşağının orta meridianıdır. Doğru cavab A variantı. 24 dərəcə şərq uzunluğunda yerləşən Afina şəhəri ilə Bakı şəhəri arasında yerli vaxt fərqini hesablayın. Dəqiqə ilə soruşur bizdən. Dəqiqə ilə soruşduğuna görə 24-ə 4-ə vuracaq. Olacaq. Doğru cavabımız 96 dəqiqə. Doğru cavab 96. Keçirik 84-cü sual. 1 bölünsün 300.000 ədədi miqyası izahlı miqyasa çevirən. Biz demişik ki, ədədi miqyası izahlı miqyasa çevirəndə onu ya 100.000-ə bölürük, ya da arxasından 5 sıfır silirik. 5 sıfır sildik, bu da olacaq 1 santimetrdə 3 kilometr. Doğru cavabımız 3 kilometr. Keçirik növbəti suallara, növbəti səhifəyə.
Sonuncu suallarda icmal topoqrafik xəritələr soruşursa, söhbət orta miqyaslı xəritələrdən gedir. Yəni orta miqyası 1 bölünsün 200 mindən 1 bölünsün 1 milyona qədər olan xəritələrdir. Bu aralıqda olan ədədi miqyaslara baxırıq. Deməli 1 bölü 250 min, 1 bölünsün 450 min və 1 bölünsün 500 min. Doğru cavab 1. 1, 2, 4. 1, 2, 4. Cənubi Amerika materikinə aid olan xüsusiyyətlər. Qütb işıqlama qurşağında yerləşir. Cənubi Amerika materiki qütb işıqlama qurşağında yerləşmir. Fəaliyyətdə olan vulkanlar var, bəli, var. Məsələn, Yakov vulkanı, Ruis vulkanı, Şasta vulkanı. Şasta yox, Ruis vulkanı. 4 yarımkürədə yerləşir, 3 yarımkürədə yerləşir, yanlış fikirdir. Qütb ulduzu görünür, bəli, qütb ulduzu görünür. Ekvator xətti ilə kəsişir, bəli, ekvator xətti ilə kəsişir. Doğru cavab 2, 4, 5. Uyğunluğu müəyyəndir. Seismoqraf, qruvometr, qnomen. Bax, seismoqraf zəlzələnin gücünü müəyyən edir. 1-ə getdi Y. Qruvometr deməli, xəritələrdə əyri xətlərin uzunluğunu ölçür. B getdi bura. Deməli, qnomonda üfüqün cəhətlərini müəyyən edir. A da gəldi 3-ə. Və gəldik situasiya tipli suallara. Baxaq. Bax, Buxara şəhəri 40 şimal enliyə və 64 şərq uzunluğunda yerləşir. Bu şəhər ilə eyni enlikdə yerləşən Pekin şəhəri arasında 3 saat 28 dəqiqə yerli vaxt fərqi var. Pekin Buxara şəhərindən şərqdədir. Baxırıq 88. Pekin şəhərinin uzunluğunu hesablayın. Pekin şəhərinin uzunluğunu hesablamaq üçün bax biz belə bir koordinat çəkək. 40 şimal enli dairəsi hər ikisi də eyni enlikdə yerləşir. Amma fərqli uzunluqlarda, eyni enlik, fərqli uzunluqlar. Deməli, Buxara şəhəri 40 şimal enli, 64 şərq uzunluğu, 64 şərq uzunluğu. Biz Pekin şəhərinin uzunluğunu tapmaq üçün bunlar arasında 3 saat 20 dəqiqəni, 3 saat 28 dəqiqəni dərəcəyə çevirməliyik. 3 saat 28 saatı dərəcəyə çevirəndə 15-ə vururuq. Deməli, 3-ü 15-ə vuranda 45, 45, 28-in üzərinə də, daha doğrusu 45, 45-in üzərində də 28 dərəcəni də 4-ə bölsək, 12 dərəcə eləyəcək. Ümumi olacaq 57 dərəcə. 45 dərəcənin üzərinə, yəni 3, 15-in 45, 28-i də 4-ə böləcəyik 12. Yəni 45 ilə 12 toplasaq 57 dərəcə. Deməli, Pekin şəhəri Buxara şəhərindən 57 dərəcə şərqdədir. Yəni şərqə doğru getsə uzunluq artır, məlum məsələdir. Bu da olacaq neçə dərəcə uzunluq? 102 dərəcə şərq uzunluq. Deməli, Pekin şəhəri hansı uzunluqda yerləşir? 102 dərəcə şərq uzunluğu. Bunu tapdıq. Deməli, Pekin şəhərinin coğrafi uzunluğunu tapdıq, 102 şərq uzunluğu. Buxara və Pekin şəhərinin yerləşdiyi saat qurşaqlarını yazın. Deməli, Buxara yerləşir 64 şərq uzunluğunda, Pekin yerləşir 102 şərq uzunluğunda. Deməli, hər birinin ayrı-ayrılıqda 15-ə bölürük və hansı saat qurşaqda yerləşdiyini müəyyən edirik. 64-də deməli 15-ə böləndə 64-də 15-ə böləndə edilir 4-cü saat qurşağı. Deməli, bu olacaq 4-cü saat qurşağı. Pekin şəhərinə baxırıq. 102-ni də 15-ə böləndə deməli 6 dəfə 90. Qalıq deməli 12-dən 7,5-dən böyük olduğuna görə bunun üzərinə 1 əlavə edirik. Olacaq 7-ci saat qurşağı. Deməli, Pekin şəhərində yerləşdiyi 7-ci saat qurşağında. Buxara şəhərində Pekin və Bakı şəhərindən nə qədər Buxara şəhərində Pekin və Bakı şəhərlərinə qədər olan ən qısa məsafəni müəyyən edin. Deməli, biz qeyd elədik ki, bunlar hər ikisi deməli eyni enlikdə yerləşir. Uzunluqlar isə fərqlidir. Bakı 50 şərq uzunluğunda, Buxara 64 şərq uzunluğunda, Pekin isə 102 şərq uzunluğunda. İndi bizdən soruşur ki, Buxara şəhərindən həm Pekin və Bakı şəhərinə qədər olan məsafəni hesablayın. Buxaradan Pekinə, Buxaradan Bakıya. Deməli, baxırıq, Bakı ilə Buxara şəhəri arasında 14 dərəcə fərqi var. Dərəcə fərqi var. 64-dən 50-ni çıxıb 14. 14-ü nə edirik? Vururuq 40 dərəcə payda 1 dərəcə görsün uzunluğuna. 85,4. Bu eləcək 1196,5. Bunu tapdıq. Bu oldu Bakı ilə
Buxara ilə, Bakı ilə Buxara arasındakı məsafə 1196,5 kilometr. Digərinə baxırıq. 64 ilə 102 dərəcə arasında, yəni Pekinlə Buxara şəhəri arasında dərəcə fərqinə baxırıq meridianların. Bu dedir 38 dərəcə. Yenə həmin qaydada 38-i vururuq 85,4-ə. Bərabərdir. Doğru cavabımız eləcək 3245,2. Deməli Pekinlə də Buxara şəhəri arasında 3245,2 kilometr məsafə var.